Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən İlnur müəllim. Bu gün sizlərə Mustafa Çəmənlinin Mübariz povestindən bir parça olan İgid Mübariz əsərini təhlilini təqdim edirəm. Sona qədər izləyirsiniz. Biz bilirik ki, bu povest Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında yazılıb. 2010-cu ildə Mübariz İbrahimov tək başına demək minalanmış ərazini keçərək demək çoxlu sayda erməni məhv etmişdi və ölümündən sonra prezidentimiz tərəfindən milli qəhrəman demək adı fəxri adı verilmişdi. Sona qədər izləyin, çox maraqlıdır və Mübariz İbrahimov haqqında düşüncənizdə biraz da irəliləyiş yaradacaq bir əsərdir. Baxın yoldaşlar, bir dəfə tarix dərsi idi. Müəllimi Şuşa qalasından, onun tarixi keçmişindən alınmaz olmasına danışdı. Demək, biz əsərin demək tarix dərsində demək baş verdi, şahid olduq. Yəni əsər tarix dərsi hissəsindən başlayır. Müəllim danışdı, Mübariz düşünürdü ki, bəs ermənilər Şuşanı necə alıblar? Deməli, işğalçıları torpaqlarımızdan vaxtında qov çıxarmasaq, heç vaxt Şuşanı görməyəcək. Cudur düzündə at çapmayacaq, İsa bulağından su içməyəcək, Daşaltı çayında çinməyəcək. Belə düşündüksə, Mübarizin ürəyi düşmənə intiqam hissi ilə dolurdu. Mübariz böyüdükcə, siniflərlə keçdikcə qəlbindəki intiqam hissi də böyürdü. Mübariz İbrahimov orta məktəbi bitirib əsgər getdi. Yəni, biz bilirik ki, Mübariz İbrahimov Biləsuvar rayonundandır. Orta məktəbi bitirib əsgər getdi. Daxili qoşunlarda xidmət edirdi. Amma bu çox da ürəyincə deyildi. O milli orduda ön cəbhədə düşmənlə üzbəyiz bölgələrdə xidmət etmək istəyirdi. Mübariz əsgərliyi başa vurandan sonra evlərinə döndü. Amma kəndlərində də çox qala bilmədi. Bakıya gedib bir müddət burada işlədi. Yox, bütün bunlar onun ürəyində deyil. Milli orduda xidmət etmək, düşmənin intiqam almaq istəyirdi. Atası ilə məsləhətləşib gizirlik kursuna getdi. Kursu bitirib ön cəbhəyə yollandı. Düşmən hər gün atəşkəsi pozurdu. Bir gecə Mübariz düşmənin bu azğınlığına dözə bilmədi. Üçrəngli Azərbaycan bayrağını götürüb səngərdən çıxdı. Susuzluqdan yanan kol-kosa, sirkan topasına, tez-tez rast gəldi xırdaca təpəciklər sinə-sinə, Allahı kömək çağıra-çağıra gedirdi. Bir ulğun ağacına çatıb yerə uzandı. Dincini alıb qarşı tərəfə süründü. Qulağına oxumaq səsi gəldi. Erməni əskəri bizim Sarı Gəlin xalq mahnısını oxuyurdu. Sözlərini başa düşməsə də melodiyası yaxşı bilirdi. Başa düşürdü ki, düşmən səngərə lap yaxınlıqda. 10-15 addımla irəliyə düşdürüldü. İnanılmaz cəldliklə səngərə atılıb, səs olmasın deyə silahı işə salmadı. İlk qarşısına çıxan düşmənin 5-ini məhv etdi, 3-ünü isə ağır yaraladı. Lənət şeytana deyib geriyə qayıda bilərdi. Yox, geriyə yol yoxdur, ancaq irəli. Əlinə keçən silahları da götürüb, səngərdən çıxdı, Azərbaycan bayrağını torpağa sancdı. Can vətən deyib qalxdı. Fikri düşmənin kazarmasına girib əskərlərin arasında çaxnaşma yaratmaq idi. Baxın yoldaş, demək ilk olaraq düşmənin 5-ini məhv edir, 3-ünü isə ağır yaralır. Sonra demək bayrağı torpağa sancıb can vətəndir, hadisələrin ardıcıllığına diqqətli olun və düşmən kazarmasına, yolda kazarmada belə deyək də əskərlərin yatdığı yerdir. Kazarmasına girib demək əskərlərin arasında çaxnaşma yaratmaq, salmaq idi. Nəhayət düşmənin kazarmasını görsəndi, yenə yerə uzanıb ətrafı dinlədi. Burnu torpağın qoxusu dəydi, əkilib biçilməyən, hələ də sahibini gözləyən torpağın saat 1 olardı, gecə saat 1. Qalxıb özünü bir neçə səngər bələdlədi. Bələdlədiyi səngərlər bir-birindən çox da aralı değildi, silahları yerləşdirdi, bacardığı qədər düşmənin çaşdırmalı idi. Deyəsən kazarmadakılar postaçı əskərlərə arxan olub dərin yuxuya getmişdilər. Biraz da gözlədik, göyə baxdı, ay buluddan arxasına çəkilmişdi. Nəhayət avtomatın düşməni tərəf çevirdi. Atəş səsləri gecənin sükutunu pozdu. Dayanmadan atəş səsi açıldı. Yerini tez-tez dəyişirdi. Düşmən çaşbaş qalmışdı. Gecənin bir aləmində qəfildən peyda olan bəlanın hardan gəldiyini hələ də anlaya bilmirdilər. Düşmən elə bilirdi ki, böyük bir dəstə üstünə gəlib. Çarıxmışdılar, təntimişdilər, çaşmışdılar. O görə bir-birini atış açırdılar. Mübariz qan tənəssəsində idi. Güllə atmaqdan biləyi ağrıydı. Ovcun içi də bərk oynayırdı. Amma bütün bunları dözürdü. Düşmən onu tələyə salmaq istəyirdi. Gecənin sakitliyində düşmən əskərlərin ayaq səslərini ancaq eşidirdi. Yoldan çıxıb yerə yıxılmış tənək tirəyinin yanında ayaq saxladı. Ayaq səslə yaxınlaşmışdı. Mübariz diri tutulmaqdan ehtiyatlanıb avtomatı əlinə aldı. Hələ bir şey gülləsi vardı. Elə bu anda düşmənin atdığı güllə onun sol böyründən dəydi. Arxası üstə çevrildi. Güclə vətən sağ olsun deyə bildi. Dağdaş əks səda verdi. Vətən sağ olsun. Allah rəhmət eləsin bizim şəhidimizi. Təbii ki, Mübariz İbrahimov böyük bir dastan yazmış şəxsiyyətlərdən biridir və Mübariz İbrahimovun şəhidlik məqamı ucalması 2-ci Qarabağ savaşında olan yüzlərlə, minlərlə əskərimizə ruh yüksəkliyi yaratdı və biz 44 gün ərzində Qarabağı işğaldan azad etdik.
Belə dəyərli yoldaşlar, möhtəşəm bir əsərdir. Orijinalını da oxuya bilərsiniz. Təşəkkür edirəm. Növbəti bir videoda inşallah görüşəcək. Minnətdarım.